Rasim Şərifov artıq studiyada görürəm. Bu isə demək ki, iqtisadiyyat xəbərlərinin vaxtı gəlib çatıb. Rasim, xoş gördük. Axşamın xeyir olsun, Günay. Axşamınız xeyir olsun. Rasim, deməli bir xəbər diqqətimizi çəkdi. Anonsda da onu qeyd etdik ki, Azərbaycanda kənd təsərrüfatı tullantılarından enerji almaq mümkün olacaq. Maraqlıdır, bu nəyə hesablanıb və ümumiyyətlə nə zaman artıq bunun tətbiqinə başlanacaq? Ümumiyyətlə, Günay, dünyada ənənəvi enerji mənbələri, yəni neftin, qazın get-gedə tükənməsi prosesi baş verir. Buna görə də dünya artıq alternativ və bərpa olunan enerji mənbələrindən, xüsusən də günəş enerjidən və kənd təsərrüfatı tullantılarından istifadə etməklə enerji əldə etmək niyyətindədir. Bu statistikanı nəzərinizə çatdırım ki, yaxın 15 ildən sonra Avropanın enerji tələbatının 50% yalnız alternativ mənbələr hesabına ödəniləcək. Bu isə o deməkdir ki, artıq neftə və qaza o qədər də ehtiyac olmayacaq. Təbii ki, Azərbaycanın nefti, qazı var, amma bu tükənməz deyil. Bu baxımdan da Azərbaycanda da alternativ enerji mənbələrindən istifadə son dövrlər gündəmə gəlib və yaxın 8 il ərzində, daha doğrusu 2020-ci ilə kimi Azərbaycan da öz enerji tələbatının 20%-ni alternativ mənbələr hesabına ödəyə bilər. Bununla bağlı layihələr üzərində iş gedir və eyni zamanda xüsusilə kənd təsərrüfatı tullantılarından kəndlərin tamamilə enerji ilə təminatı mümkündür. Bu da yaxın gələcəkdə mümkün olacaq. Aydındır, çox gözəl. Söz sizlərdə, əminəm ki, maraqlı xəbərlər olacaq. Buyurun. Təbii ki, təşəkkür edirəm. Beləliklə, efirdə Ekonomiksdir. Rusiya Yunanistana qazı TAP boru kəmər vasitəsilə nəql edə bilər. Bunun üçün Türk çarxını qaz kəmərini tikməyə ehtiyac qalmayacaq. Avropa Komissiyasının energetika məsələləri üzrə müşaviri Brendan Devlin belə deyib. Çətin ki, Cənub qaz dəhlizindən savayı digər boru xətti reallaşsın. Çünki bu, regionun bazarları üçün çox kiçikdir. Avropalı diplomat bu fikirdədir. Novruz bayramı ərəfəsi süni qiymət artımının qarşısını almaq məqsədi ilə yeni kənd təsərrüfatı yarmarkaları təşkil olunacaq. Nazir Heydər Əsədov belə deyib. Bayram yarmarkalarını bu ildə keçən ilki ildə olduğu kimi 5-6 gün təşkil etmək fikrindəyik. Bu il yer dönümündən ibarət olacaq ki, daha bir neçə yerdə əvvələ yeni yarmarkalar açılmasını planlayırıq və çalışacaq ki, bazara daha çox məhsullar çıxarmaqla bu, belə deyək ki, süni yaradılmış qiymət ajantajını biz aradan Manatın ucuzlaşması fermerlərin fəaliyyətinə və gübrələrin qiymətinə təsir göstərməyib. Kənd Təsərrüfatı Nazirliyi belə bəyanatla çıxış edib. Hal-hazırda azot gübrəsi yeniləmə şəklində verilən gübrə amonium nitrat gübrəsidir. Yəni hesabla hardasa 6 manat 50 qəpik, ola bilər 6 manat 60 qəpik bir kisəsi. Yəni heç bir qiymət artımı yoxdur. Əvvəllər hansı qiymətə olubsa, yəni bu qiymətdir. Alternativ və bərpa olunan enerji mənbələri gələcəkdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Ən effektiv üsul kimi kənd təsərrüfatı tullantılarından qaz və gübrələrin əldə edilməsi nəzərdə tutulub. Azərbaycanda peyindən qaz və gübrənin alınması 10 il bundan qabaq gündəmə gəlməsinə baxmayaraq, hələ də ortada nəticə yoxdur. Amma alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi ilə bildirirlər ki, məsələ ilə bağlı hazırda müxtəlif təcrübələr sınaqdan keçirilir. Yaxın gələcəkdə ölkədə bioqaz istehsalı inkişaf etdiriləcək. Ucqar kəndlərə qaz çəkilişinin baha başa gəlməsini deyən Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bioqazları bioqazın alınmasına yönəltmək üçün hazırda bir neçə pilot layihə üzərində iş aparıldığını bildirir. Biz ümidvarıq ki, Şəki fermalarında, Samux fermalarının üzərində, Ağcabədidə böyük fermalar var. Onların tullantıların hesabına bioqaz qurğularının yerləşdirilməsi və həmin fermaların həm elektrik enerjisinin təchizatı, həm isti suyun, həm istiliyin təchizatını, yəni istilik enerjisinin təchizatının həyata keçirilməsində bu qazlardan istifadə edərək biz belə bir istilik mərkəzlərinin yaradılmasına nail olacaq. Təxmini hesablamalara görə kəndli cəmi 5 inək saxlamaqla onun tullantısından istifadə edərək özünü qaz və işıqla təmin edə bilər. Bunun üçün isə 10 kubmetrlik bioqaz qurğusunun olması kifayətdir. Ekspertlər deyir ki, belə qurğunun quraşdırılması orta hesabla 4800 manata başa gəlir. İlk baxışdan məbləğ çox görünsə də, həyatımız boyu kommunal xərcləri ödədiyimiz vəsaitin yanında bu pulun çox az olduğu isə şübhəsizdir. Ekoloqlar da bioqaz istehsalını effektiv və səmərəli üsul sayır. Birincisi, bioqaz təmiz enerji mənbəyidir, alternativ enerji mənbəyidir.
davamlı enerji mənbəyidir. Yəni heç vaxt tükənməyəcək bir enerji mənbəyidir. Bu davamlı inkişafın əsas atributlarından biridir. İkincisi, bioqaz atmosferə atılan istixana qazlarının miqdarını azaltmağa kömək edir. Bioqaz istifadəsi ilə bağlı ən qabaqcıl nümunə Çinə məxsusdur. Bu ölkədə bioqaz istehsalı ildən ilə 15% artırılır. Bunun nəticəsidir ki, son 12 ildə Çində fəaliyyət göstərən bioqaz qurğularının sayı 7 milyondan 20 milyona çatdırılıb. Amerika Birləşmiş Ştatlarında istehsal edilən qazın 0,6%-ni bioqaz təşkil edir. Böyük Britaniyada isə benzin əvəzinə 17% bioqazdan istifadə olunur. Azərbaycanda bu sahənin inkişafı üçün isə dövlətin güzəştli kreditlərinin verilməsi təklif edilir. Ekspertlərin qənaətincə, əgər ölkədə peyindən istifadə artarsa, bunun nəticəsi kimi təbii qazın yandırılması azalacaq. Nəticədə təbii qaz xaricə ixrac ediləcək, bununla da ölkəyə daxil olan valyuta gəlirləri artacaq. Rövşən Abdurrahmanla Rüfət Əliyev, Lider TV. İnsə vaxt xaric xəbərlərindir. Qonşu Türkiyədə dolların milli valyutaya nisbətə kəskin bahalaşması davam edir. Türk lirəsi dollar qarşısında son 8 ildə ilk dəfə rekord həddə ucuzlaşıb. 1 dollar hazırda 3,120 liraya mübadilə olunur. Türkiyə Mərkəz Bankının cəhdlərinə baxmayaraq Türk lirəsinin qiyməti 29,2% aşağı düşüb. Bu arada avro dollarla müqayisədə 1.10 səviyyəsinədək aşağı düşüb. Bu isə 2003-cü ildən bəri ən kritik göstəricidir. Hazırda avro dollar 1.0948-dir. Dollar yeni 120, funt sterling dollar isə 1.5182 mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr isə belədir. Dollar manata nisbətdə ucuzlaşıb. İndi 1 dollar 1.0490 manatdır. Avro da manata nisbətən aşağı düşüb. Avro manat 1.1566-dır. Rusiya rublu 1,7 qəpik, Türk lirəsi isə 40 qəpik yarıma mübadilə olunur. Neft bazarında qiymətlər artıb. Amerikanın New York əmtəyə birjasında əraca çıxarılan light markalı neft 51 dollara təklif olunur. London birjasındakı Brent nefti isə indi 61 dollar 16 sentə satılır. Qiymətli metallar bazarında dinamika mənfidir. Qızılın qiymətində hazırda azalma var. Sarı metalın bir unsiyası 1197 dollara satılır. Gümüş də ucuzlaşır, digər bütün metallar da əsasən eniş nümayiş etdiriblər. Dünyanın sən bazarında dinamika fərqli istiqamətlərə yönəlib. Amerikanın aparıcı qiymətli kağızlarında mənfi dinamika daha çox hiss olunur. Yaponiya Nikkei 225 indeksi isə dəyərini artırıb. Avropanın sən bazarında dinamika yenə fərqlidir. Hörmətli tamaşaçılar, sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə 497-61-57 nömrəli qaynaq xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara Airport proqramını yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Liziya televiziyasına göndərə bilərsiniz. Ekonomik isə ayrılan vaxt bu qədər. Günay, buyur, söz yenidən sənindir.